أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. لا أقسم بهذا البلد وأنت حل بهذا البلد ووالد وما ولد. الله. لقد خلقنا الإنسان في كبد. أيحسب أن لن يقدر عليه أحد يقول أهلكت مالا لبدا أيحسب أن لم يره أحد ألم نجعل له عينين. الله. ألم نجعل له عينين ولسانا وشفتين وهديناه النجدين. الله. فلقتحم العقبة وما أدراك ما العقبة. فك رقبة أو إطعام في يوم ذي مسغبة يتيما ذا مقربة. صدق الله العلي العظيم. Allahümme salli ala Muhammed ve Ali Muhammed. Bağışlayan ve mehriban uca Allah'ın adıyla. Allah'ın salavat-ı selamı olsun Peyğəmbərimiz ve onun pak ailəsinə. Quran ve şübhələr verilişinin izləyiciləri, sizləri salamlayırıq. Allah'tan hər birinizə, evlərinizə Quranın nuru, bərəkətinin nazil olmasını arzu edirik inşallah. Yenə də sizin xidmətinizdəyik. Əziz ruhanimiz Hacı Elnur Xudaverdiyevlə. İstərdim o da salamlaşsın və verilişimizə davam edək. Xoş gəlibsiniz Hacı, buyurun. Bismillahirrahmanirrahim. Mən də əvvəldə sizi və əziz dəyərli izləyicilərimizi salamlayıram inşallah. Allah inşallah hər birimizi bu müqəddəs yolda müvəffəq eləsin inşallah. İlhamın Rəbbil aləmin. Çox gözəl Quran tilavət elədiniz. Allah nəfəs sözə bərəkət versin inşallah. Bəli, əziz izləyicilərimiz, bizim bu həftə təqdim edəcəyimiz şübhə olaraq ki, ortalığa qoyulub, Həzrəti İbrahim Peyğəmbər əleyhisselamın atasının məsələsi. Tövratda İbrahim Peyğəmbərin atasının adı Tarəh olaraq keçir və bu Tarəh adında təbii ki, müsəlman aləmi də qəbul eləyir. Bəli, çoxlu əksəriyyət Tarəhi qəbul edir. Amma Quran-ı Kərimdə Ən'am surəsinin 74-cü ayəsində İbrahim əleyhisselamın atasının adı Azər olaraq qeyd olunur. Bunu bizə səhv tuturlar ki, siz Quranı bəhbəhlə tərifləyirsiniz ki, ay Quran belə bir möcüzəvi kitabdır. Bu necə bir möcüzəvi kitabdır ki, sizin öz əqidənizlə belə Azər adı uyğun gəlmir. Ki, Azər Həzrəti İbrahim əleyhisselamın atası olaraq adı keçən o Quranda Azər özü kafir olub və
Həzrəti İbrahim əleyhissalam onun hidayəti üçün belə ona söz vermişdi, mən sənə dua eləyəcəm ki, sən hidayət olacaqsan. Bizim əqidəmizdə də bu var ki, napak nəsildən, pak olmayan nəsildən pak insanlar dünyaya gəlməsi ki, peyğəmbər olaraq. Bu qəbul edilməzdir. Bizim əqidəmiz budur ki, peyğəmbərlərin ataları, yəni valideynləri pak olublar və onlardan pak insanlar dünyaya gəliblər ki, onun haqqında inşallah danışacağıq. Amma bu bizdən səhv olaraq tutulur ki, necə ola bilər ki, siz özünüz deyirsiniz ki, napak insandan peyğəmbər dünyaya gəlməz, amma Qurani Kərim gəlib İbrahim əleyhissalamın atasının adını Azər olaraq qeyd eləyib. Ənam surəsində belə buyurulur. İstərdim ayəni oxuyum, əziz izləyicilərimiz də bilsinlər. Və iz qalə İbrahimu li əbihi Əzər. Deyir ki, o zaman ki, İbrahim əleyhissalam atası, əbdən əgər məqsəd burada ata olmuş olsa, bəli, atası Azərə bu cür dedi ki, əziz izləyicilərimiz də bu ayələrin tərcüməsinə baxa bilərlər ki, Ənam surəsinin 74-cü ayəsidir. İstərdim Hacı fikrinizi bu haqda biləm. Buyurun. Bəli. Çox gözəl vurğuladınız. Təbii ki, Qurani Kərimin bu ayəsinə biz nəzər salsaq və bir də ki, digər kitabların və şübhə olaraq ortaya atırılan məsələlərin nəzərə alsaq. Bəli, Asil, keçmişdə də, indi də beləncə idi. Peyğəmbərin dövrü, Peyğəmbərdən qabaq da belə bu formada olub ki, əsasən ata deyəndə təkcə nəzərə bioloji ata gəlməyib. Məsələn, biz bir çox dastanlara, tarixi əhvalatlara baxsaq, əgər görürük ki, əmiyə də bəzi zamanlarda ata deyib səsləyiblər. Babıya da deyib. Babıya da ata deyib səsləyib. İndi də beləncədir. Babıya bəzən ata deyib səsləyirlər. Əbih sözünə biz fikir versiq. Hətta mən sözünüzü kəsirəm, üzr istəyirəm. Mən öz kəndimizdə belə görmüşəm. Bəzən bir də görürsən ki, bibiyə bacı deyirlər. Yaxud əmiyə, atıya əmi deyilən insanlar var. Qardaşa lələ deyən yerlər var. Lələ də əsasən ata mənası verir. Ata deyirlər, atıya da lələ deyirlər, babıya da lələ deyirlər. Yəni bu danışıqdan bəli fərqlidir. Bəli, bu ha zaman yaranır belə bir məsələ. O zaman ki, insan onun himayəsində əgər bir müddət qalırsa və onun tərbiyəsi altında, onun himayəsi altında böyüyürsə, əsasən bu söz ortaya gəlir. Yəni həmin şəxsə əgər əmidirsə ona ata deyir, əgər babadırsa ona yenə də ata deyir, elə baba da ata mənasında. Biz baxsaq tarixə görürük ki, İbrahim peyğəmbər uzun müddət həmin bu Azərin himayəsində olub. Bəli. Himayəsində olub, onun himayəsində böyüyüb. Müəyyən bir vaxta qədər ki, ta o zamana kimi ki, Həzrəti İbrahim peyğəmbər Quranın ayələrində gəlib ki, başladı Azərə, yəni indi əmsidir, babasıdır, indi biz əmi deyək. Fərz eləyək ki, adəti üzrə üzr istəyirəm. Yəni ata tərəfdən, ana tərəfdən gələn elə bil ki, o qohum-əqrəbiyə ata deyərək müraciət edir. Bəli. İndi hər hansı bir şəxssə, məsələn, misal üçün mən deyirəm, əmidirsə və babadırsa, müraciət elədi ki, sən səhv yoldasan. Ay əmi, ay babas, ay ata, sən səhv yoldasan, sən düzgün yolda deyirsən, bizi yaradan bir Allah var, bizi dünyaya gətirən bu kainatı yaradan bir Allah var, sən də ona tabi olmalısan, sən də onun əmri ilə getməlisən, o da məni peyğəmbər yollayıb, bu bəşəriyyəti mən peyğəmbəriyəm, əmr sahibiyəm. Və sonda bu Azər deyilən bir şəxs İbrahim peyğəmbərin əlindən bezdi və ona əmr elədi ki, məni tərk elə, mənim evimi, mənim məntəqəmi tərk elə. Və İbrahim peyğəmbər də Quran deyir ki, tərk eləyəndə ona bir söz dedi. Baxma, onun himayəsində yaşayıb baxıb uzun müddət. Ürəyi yandı onun halına, Azərin. Dedi ki, mən sənin üçün Allahdan bağışlanmaqlığı dua eləyəcəm. Yəni söz verdi ki, mən əlimi açıb səndən bağışlanmaqlığı tələb eləyəcəm Allahdan. Və təbiidir ki, İbrahim peyğəmbər sözündə də durdu. Əlini açdı, ondan sonra Allahdan onun barəsində əfv elədi, uzun müddət əfv elədi. Amma sonda gördü ki, yox, bu əfvlə bu adam düzələn deyil, bu Azər düzələn deyil və çox azğınlığın içərisində, çox küfrün içərisində, şirkin içərisində olduğu üçün axırda da ki, o əmrindən, öz vədindən neynədi? Boyun qaçdı. Hacı, burada bəzi məsələlər də var. Hətta müəllimə belə ata deyərək bəzi mənbələrdə keçib ki, müəllimə belə ata deyərək müraciət olunur. Və yaxud
Həzrəti İsa peyğəmbər əleyhissalam ki, biz bilirik ki, atası yoxdur da, yəni uca yaradanımız bunu möcüzə olaraq Bəli. ki, atasız dünyaya gətirib. Hətta İsa əleyhissalamın özün belə İbrahimin nəslindən Bəli. adlandırır. Ki, biz bilirik ki, İsa əleyhissalamın atası yoxdur, ana tərəfdən onun Bəli, bəli. nəslindən adlandırır. Odur ki, biz baxırıq ki, ana nənə babasına belə, ana dayısına belə ata deyərək müraciət olunur. Ya məsələn, Yaqub peyğəmbərin, Bəli. İsmail Yaqub peyğəmbərin nə idi? Əmsi idi. Əmsid, bəli. Yaqub peyğəmbər Quranda ayəsi var da. Bəli. Məsələn, övladları deyir ki, sən atalarımızın, Atalarımızın, bəli. yəni əslində əmisi idi. Əmsid, amma atası olaraq atalarımız silsiləsindən gedir. Atalarımız sonra başlayırlar deyirlər ki, atalarımız kim idi? İbrahim, İsmail. Orada İbrahimi də gətirir. Bəli. İsmaili də ata olaraq qeyd edilir. Qurani Kərimdə Yaqub peyğəmbərin övladlarının dilindən. Və burada bu məsələ ilə yanaşı başqa bir incə bir məsələ də var. Ona belə işarə eləyiblər ki, keçmiş zamanda o ki, siz ki qeyd elədiniz ki, bir insanın o öz atasına belə əmi deyib və ya əmsinə ata deyib, belə bir anlam olur. Bəli. Və bununla yanaşı keçmiş zamanlarda insanların əsl adlarından əlavə onların ləqəbləri də olub. Ləqəb olub, künyə olub. Bəli, ləqəb olub, künyə olub. Yəni belə bir şeylər olub ki, bir zamanlar, bir də görsən o ləqəb o qədər şöhrət tapıb ki, həmən o ad kölgədə qalıb, ləqəb ən çox istifadə olunub. Deyirlər ki, ola bilər. Təbii ki, bu bir ehtimaldır. Tarix onun adının belə deyil, ləqəbi olub, amma Azər isə əsli adı olub. Qur'an-ı Kərim o əsli ada işarə edib. Bu bir təbii ki, nəzərdir. Əsli ada işarə eləmək ki, yəni Azər sözü bizdə də enerjili insan, güclü insan, əhval-ruhiyyəli insan, kömək eləyən insan mənasına gəlir. Tarix isə tənbəl insana deyilir. İndi təbii ki, bu Azər əvvəl çox belə adı bu cür qoyulub. Ondan sonra real həyatda gəlib tənbəl olub, onu götürüblər ləqəbin tənbəl qoyublar. İndi təbii ki, bunlar bir nəzəriyyələrdir, amma biz bu nəzəriyyələri təbii ki, qəbul eləmirik. Amma fikir olaraq istəyirəm ki, əziz izləyicilərimiz bilsinlər ki, yəni belə bir fikirlər də var ortalıqda. Çünki bir peyğəmbərin bizim əqidəmiz və düşüncəmiz budur. Bir peyğəmbərin atası, babası pak insanlar olmalıdır və onların nəslindən pak insanlar gəlib insanlara peyğəmbər olaraq seçilməlidir. Bunun haqqında da hətta bizim peyğəmbərimizin məşhur hədisi də var. İstərdim onu siz qeyd eləyəsiniz. Bəli. Əsas izləyicilərimiz burada biraz diqqətli olsunlar. Bizim bu saatda deyəcəyimiz əsas mətləb elə gəlib bura çatır ki, söhbət Azər məsələsinin, tarix məsələsini ortaya atmaqda məqsəd elə budur. Azər müşrik bir adam olub, kafir bir adam olub. Ortaya şübhə kimi atılan da budur ki, necə ola bilər ki, əgər peyğəmbərin atası Azər kimi bir şəxs olubsa, deməli peyğəmbər İbrahim peyğəmbər kimdən dünyaya gəlib? Müşrikdən dünyaya gəlib. İslam peyğəmbəri nədir? İslam peyğəmbəri. Hətta bu cəsarəti bizim peyğəmbərimiz, hətta Əli əleyhissalam ki, peyğəmbərimizdən aşağı bir təbəqənin insanıdır. Hətta Həzrəti Əli əleyhissalamda ki, var ki, atası kim olur ki, müşrik bir adam olub. Bəli, indi də deyirlər. Əbu Talib deyirlər ki, müşrik olub. Nəuzubillah. Amma İslam peyğəmbəri qəti surətdə bir söz deyib. Yəni bu məsələni kökündən həll eləyib. Bəli, İslam peyğəmbərin çox gözəl bir sözü və demək olar ki, bu məsələni həll edir. Peyğəmbər buyurur ki, Allah Taala məni pak kişilərin sülbündən və iffətli anaların rəhmindən dünyaya gətirib. Burada söhbət təkcə peyğəmbərin atasından, Abdullahdan, anasından söhbət getmir. Söhbət burada peyğəmbərin silsiləvi dünyaya gətirən dədə babalarından gedir. Peyğəmbərin cəddi gedib kimə çatır? Həzrət İsmail peyğəmbər. İsmail kimin oğludur? İbrahim peyğəmbərin oğludur. Bu silsiləvarı gedib çatır. Deməli, bizim İslamda da var ki, məsum peyğəmbərlər məsumdur. Məsum peyğəmbər, məsum şəxslər heç bir zaman müşrik
bir atadan, müşrik bir anadan Dünyaya gəlməz. dünya gələ bilməz. Yəni müşrik ananın bətnindən dünya gələ bilməz, müşrik atanın sülbündən dünya gələ bilməz. Hətta imamlarımız da bu cür. İmamlarımız da bu cür nədir? Və hətta bir işarə elədiniz. Əli əleyhissalamın da barəsində bu da ona bir cavabdır ki, bu günləri o sözlər ki, Əli əleyhissalamın da barəsində o böhtanı vururlar ki, Əli əleyhissalamın atası, məsələn, əslində bu hansı bir məsələlərəsə yol açmaqdan ötəridir ki, Əli əleyhissalamın atasının adını bəli, kölgə alırlar ki, çünki digər sahabələrdən olub ki, məsələn, onların valideynlərin bəli müşrik olur. Özləri də müşrik olub, valideynlər də müşrik olub. Bu məsələdə özlərinə bəraət qazandırmaqdan ötəri deyirlər ki, Əli əleyhissalamın atası da müşrik olub, amma Əli əleyhissalamın atası müşrik ola bilməz. Əgər müşrik olsaydı, Əli əleyhissalam imam seçilə bilməzdi. Bu bizim əqidəmizdə bu cür nədir? Müşrik bir atadan, müşrik bir anadan məsum imam dünya gələ bilməz. Bəli, Həzrəti Peyğəmbərimizin məşhur hədisi belədir ki, mən pak kişilərin nəslindən və iffətli xanımların bətnindən dünyaya gəldim. Cahiliyyətin çirkinlikləri məni ləms eləməmişdi, mənə dəyməmişdi. Çünki Qurani-Kərimin ayəsi var ki, buyurur ki, innəməl müşrikunə nəcəsun. Yəni, müşriklər murdardır, nəcisdir. Necə ola bilər ki, nəcisdən bir pak bir insan dünyaya gəlsin? Təbii ki, bu məsələlər buna işarədir ki, Həzrəti İbrahim əleyhissalamın Qurani-Kərimdə atası Azər deyilərək keçən insan ki, müşrik idi, o Həzrəti İbrahimin atası olması burada belə deyək də ləğv olunur və burada təbii ki, biz buna cavab olaraq göstərməliyik ki, ortalıqda dəlil də var da, yəni sübutlar var ki, Qurani-Kərimin ayələri əmiləri belə atalar olaraq qeyd elədiyi yerlər və nişanələr var ki, biz onları əziz izləyicilərimizə təqdim elədik ki, özləri də hardasa bir bu məsələlər haqqında düşünsünlər ki, peyğəmbərlərin və imamların valideynləri pak insanlar olublar. Və burada adı keçən təbii ki, Azər onun atası ola bilməz. Əsl məsələ budur ki, Tövratda qeyd olunan Tarəh ki, bizim əqidəmiz də budur ki, Həzrəti İbrahim əleyhissalamın atasının adı da Tarəh olub. Ad da olsa, ləqəb də olsa, həmən o Tarəh. Bəli, məşhur ad həmən o Tarəh məsələsidir. Bu da bu məsələ idi ki, biz əziz izləyicilərimizin diqqətinə çatdırdıq. Növbəti şübhə olaraq istərdim ki, sonda bunu da qeyd edək və buna da cavab verək. Bu günləri deyirlər ki, Tövrat nəql olunub ki, Həzrəti İbrahimin qurbangaha apardığı evlad İshaq olub. Bəli. Amma bizim təbii ki, İslam dinində isə qurbangaha aparılan evlad isə İsmail olub. Bəli. İndi insanlar bilmək istəyirlər ki, bunun hansı düzdür? İbrahimin qurbangaha, İbrahim əleyhissalamın qurbangaha apardığı evlad İshaq mı olub, ya İsmail? Təbii ki, bunun üçün dəlillər təqdim olunmalıdır. Amma mən istərdim doğrudan burada fikrimizi əziz izləyicilərimizə bildirək ki, istər İshaq olsun, istər İsmail olsun, bu günləri biz müsəlman olaraq bunu qeyd edirik ki, bizim üçün bunun bir fərqi yoxdur. Bəli. Hər ikisi bizim üçün peyğəmbərdir. Hər ikisinin məqamı bizim üçün əzizdir. Yəni bizim üçün belə bir şey yoxdur ki, bu bizimkidir, bu başqasınındır. Yəni, peyğəmbərlər, bizim dinimizin kökündə nübüvvət deyilən bir əqidəmiz var. Nübüvvət nə deməkdir? Nübüvvət budur. Nübüvvət budur ki, yəni 124 min peyğəmbərin peyğəmbərliğini qəbul eləmək. Bu bizim əqidəmizdir. Biz deyə bilmərik ki, biz Həzrəti Muhammed sallallahu aleyhi və səlləmi qəbul edirik, amma İsa aleyhissalamı qəbul etmirik. Xeyr, o bizim əqidəmizdə belə bir şey yoxdur. Amma əsl həqiqət nədir? Əsl həqiqət budur ki, görürsən Həzrəti İbrahimin qurbangaha apardığı evlad İshaqdır ya İsmail. İstərdim inşallah buna da bir cavab sizdən. Əslində burada əziz izləyicilərin nəzərinə çatdırmalı məsələlərdən biri burasındadır ki, bir şey bilsinlər ki, Həzrəti İbrahim peyğəmbərin 2 övladı olub. Böyük övladı olub İsmail peyğəmbər. Ondan sonra dünyaya gəlib
İshak İshak. əleyhissalam. Və bunların arasında tarixçilər yazıb ki 12 yaş fərq olub. Bəli. Əlbəttə bura məsələnin içərisində də söz var ha, bu 12 yaş söhbətində. Çünki Qurani-Kərimdə böyük övlad olaraq, yeganə övlad olaraq onda yeganə övladı var idi. Ondan başqa övladı yox idi. Allah Taala onu istədi ki, sən onu qurban kəsməlisən. Bizim əqidəmizdədir ki, o İsmail peyğəmbərdir, onun böyük övladıdır. Ortada sübutlar var, dəlillər. Kəsirəm. Siz 12 yaş dediniz, 12-14 yaş. Bəli. Bəli. Və əgər desək ki, məsələn, Həzrəti İsmail peyğəmbər böyük övladı olub və onu aparıb qurbangahda kəsib, axı ikinci məsələ ortaya çıxır ki, Allah Taala həmin o kəsilən qurban ki, İbrahim peyğəmbər ona Allah yolunda razılıq verdi kəsməkliyə, Allah bir imtiyaz olaraq peyğəmbərə bir rütbə verdi. İnnəkə xəlilullah. Bəli. Sən bundan belə mənim dostumsan, Allahın xəlilisən, Allahın ən əziz bir peyğəmbərisən. Niyə? Ən yaxın olan qəlbimin parəsin mənim yolumda qurban verirsən. Qurban verməyə hazır oldun. Və bir yandan Qods gəldi və Allah ona əvəz elədi. Və sonra Allah Taala vəd verdi ki, mən də bu nəsli, yəni bu İsmail peyğəmbərin nəslin bütün qiyamətə kimi zürriyyələrin bütün ümmətdə yayacağam, bütün dünyanı götürəcək bunun övladları və bərəkətli qərar verəcəm və sənin nəsli İsmail peyğəmbərlə bütün dünyayı nə edəcəm? Yayacam. Söz budur. Bu Allahın vədəsi ki var. Bunlar bu vədəni İshaqa, Həzrəti İshaqa üzərinə gətirməkdən ötəri qurban məsələsini atırlar İshaqın boynuna. Axı burada vəd var, axı bu Tövratda da bu vəd var axı. Eyni vəd Tövratda da var ki, qurban kəsiləninin barəsində ki, Allah ona belə bir söz. Məsələn, Tövratda yazıb ki, bu İshaqın övladları boylu buxunlu övlad olacaq, dünyanın ən seçilmiş şəxsiyyətləri olacaq, bütün dünya hamısının bunların tabiçiliyində qərar verəcəm, ümmətin ən üstün şəxsiyyətləri olacaq. Bu günlərdə məsələn Bəni İsrailin müəyyən yerdə davamçıları bu iddiada qalıblar ki, biz Allahın vəd verdiyi övladlarıq. Biz Allahın vəd verdiyi oğlanlarıq. O kəsilmiş qurban ki, İshaqdır, həmin məsələdir. Biz şübhə olaraq bunu gətirmək istəyirik ki, bu günləri mövzu olaraq ki, qurban o qurban deyil. Burada qurban kəsilən İsmail olub. Vəd də kimin barəsində olub? İsmail əleyhissalamın barəsində olub. Nəinki İshaq. İshaq İsmaildən sonra gəlib. Böyük övlad İsmail peyğəmbər onda İshaq dünyada olmayıb. Ondan sonra dünyaya gəlib və əgər bu məsələni də ortaya gətirəndə onda bütün bu deyilənlər, Tövratda yazılanlar hamısı Hacı, mən sonda sizin sözü tamamlamaq üçün əziz izləyicilərimizə demək istəyirəm ki, bu məsələ ardıcıllıq olaraq 17-18 bənddə Tövratda qeyd olunub. Ki, Həzrəti İbrahim əleyhissalamın qurbanı kəsməsi məsələsi. Biz ora baxanda görürük ki, həmən o bəndlərə baxanda görürük ki, elə incə məsələlər var ki, əgər o incə məsələləri biz müzakirə eləsək, müzakirə eləyəndə görürük ki, ortalığa Həzrəti İsmail əleyhissalam çıxır. Nəinki İshaq əleyhissalam, siz onu qeyd elədiniz ki, həmən o Tövratda sənin yeganə evladın olaraq qeyd adı keçib, o yeganə evlad necə ola bilər? Əgər yeganə evladdırsa, onda Həzrəti İshaq dünyaya gəlməmişdi. Əgər iki evladı da var idisə, yenə də yeganə evlad deyə bilməzsiniz. Çünki hər ikisi də elə peyğəmbər idi. Birinin birindən üstün tutmaq düz olmurdu. Deməli, onda hələ heç İshaq əleyhissalam dünyaya gəlməmişdi və burada söhbət gedən Həzrəti İsmail peyğəmbər əleyhissalamdan. Bu məşhur bir sözdür, izləyicilərin yadına salmaq istəyirəm ki, məsələn, hansının əvvəl, hansının sonra olmaqlığı. Bu hamımız bilir ki, İbrahim peyğəmbərin övladı olmayıb uzun müddət. Və sonda xanımı Sara xanım xahiş edir ki, İbrahim peyğəmbərdən kənizləri Hacər xanımla evlənsin, bir uşaq dünyaya gətirsin. Ta inki övladımız olsun, nəslimiz davam eləsin. Və Hacərlə evlənir və burada kim dünyaya gəlir? İsmail. Əgər onda bunların İshaq dünyaya gələcəksə, İshaq da Hacərin bətninə dünyaya gəlir.
İsaq dünyaya gələcəkdisə Sara xanımla, onda heç Hacərlə İbrahim peyğəmbər evlənməzdi ki, İsmail də dünyaya gəlsin. Bu bir çox məsələləri həll eləyər, fikir eləyər. Çox təşəkkür eləyirəm. Doğrudan bu da bir maraqlı bir mövzu oldu və ümidvarıq ki, siz əzizlərin layiqincə xidmətində ola bilirik. Uca Allahdan istəyirik ki, Allah bizə daima din və Quran və Əhl-i Beyt yolunda xidmət eləməyə müvəffəq eləsin. Allah amanında gələn verilişlərə dək. Sağ olun.